Evroya bir gün ərzində Yunanistanda nələr yedimsə onları sizə göstərəcəm. Gördüyünüz kruasan yeri Afinada çox məşhurdur. Hətta TikTokda da videolar tez-tez qarşıma çıxırdı. İlk buranı yoxlamağa gəldik. Otelimizə də 3 dəqiqə məsafədə yerləşirdi. Çay, kofelerin, kruasanların qablaşdırılması üçün ürəyim getdi. Kruasanlar da çox dadlı və xırçıltılı idi. Ən çox da püstəlini bəyəndim. Sadəsi də yaxşı idi. Xaricdəki çox yer belə take-away tərzində işləyir və dəhşət sıra olur. Bizdə olsa görəsən necə olar? Yenə mərkəzdə olan Pex'in smash burgerlər də TikTokda viraldı. Afina yazanda tez-tez qarşıma çıxırdı. Getdim, yoxladım və çox bəyəndim. Çox dadlı idi. Əti də supsulu. Sonra isə bu profiterol yerinə yollandıq. Müxtəlif profiterollər var. Afina yazdıqda buranın da videoları çıxırdı qarşımıza. Profiterollər hazır şəkildə olur. Üzərinə sadəcə istədiyiniz sos vururlar. Püstəli, şokoladlı və karamelli götürdük. Birinin üzərini çələkli, birininkini isə antipısıqlı etdik. Xaricdə ən çox darıxdığım bizim təzə dəmləmə çaylarımızdır. Püstəli şokoladlı çox ağır idi. Ən sevdiyim südlü şokoladlı oldu. Belçikada yediyim xırçıltılı şirin kartofların axtarışındaydım. Burada da bir yerdə gördüm. Amma xəyal qırıqlığı. Hansı ölkəyə gedirəmsə, o ölkənin yeməkləri mənə çox maraqlı olur. Ona görə də ən çox da TikTokda, keşfətdə axtarışa verirəm. Vloqlara baxıram, hara getmək lazımdır, tapıram. Mentoslu dondurma yoxladım, sevmədim. Bu arada Afinadakı dondurmaları da çox bəyəndim.